Və aleykum assalam rəhmətullah. Qardaş sual verir, deyir ki, bəs kirpə əti yemək olar yoxsa yox? Yəni asmanın və digər xəstəliklərin yəni müalicəsidir. Ümumiyyətlə bəzi hədisədə Peyğəmbər sallallahu əleyhi və səlləm kirpə ətini yeməyi nəhy eləyib. Düzdür, bəzi alimlər bu hədisi yəni zəif sayırlar və buna görə deyirlər ki, kirpə əti olar, kirpə əti yemək olar. Bəzi alimlər deyir ki, burada ox atan kirpi yəni yeyilir, ox atan kirpi yeyilir, amma deməli biz bildiyimiz məşhur kirpi ki var, onların əti yeyilən deyil. Yəni yeyilmir. Hətta bəziləri hər ikisinə icazə verirlər. Deyirlər, nəh zəif olduğu üçün, yəni qadağan hədisi zəif olduğu üçün hər ikisi yeyilir. Bəziləri isə deyir ki, qadağan həmən o bildiyimiz o ilan filan yeyən kirpi aiddir. Ancaq o yekə ox atan kirpilər isə onlar isə icazəlidir. Hər bir halda inşallah yəqin ki biz böyük şeyxlərin də fətvasına müraciət edə bilərik inşallah. Yəqin ki, yaxın günlərdə böyük şeyxlərin bu barədə inşallah fətvasını araşdırıb tapıb görərlər.